Herkese salam. C++ seriyamızın 4-cü bölümü, yəni özəl bölümünə xoş gəlmisiniz. Bu bölümdə mən sizə yazdığım kodun izahını verəcəm, yazmayacağım çünki vaxt çox uzun gedəcək. Gördüyünüz kimi 72 sətirlik bir kod yazmaq bizim hardasa 15-20 dəqiqəmiz apara bilər. Amma məncə mən onu düşünürəm ki, 15-20 dəqiqə kodu daha detallı izah etmək daha vacibdir. Ona görə bu video biraz fərqli olacaq. Gəlin özə tapşırığımıza baxaq. UCL, yəni UEFA Champions League köhnə sistemi qururuq və qrup mərhələsini yaradacağıq bu ilk özəl bölümümüzdə. Sonra 32 komanda adı olsun. Random şəkildə hərəsinə 4 dənə olmaqla 8 qrup yaradılsın. Hərəsinə random şəkildə xal versin və xala görə azdan çoxu sıralansın. Hər qrupda ilk yeri tutan növbəti mərhələyə daxil olsun. İndi gəlin bu koda baxaq. İlk öncə kitabxanalar lazım olan kitabxanaları burada çap əldə edirik, yəni bura yazırıq. Daha sonra using namespace istəyir bunu hamı bilir. Komanda, struct komanda, string add, int, xal. Bu isə bizdə komanda adlı struktur yaratmağımıza kömək edir. Daha sonra int main əsas hissəyə gəlirik. Send time hər dəfə run düyməsinə basanda yeni nəticə verməsinə yardım edir. Daha sonra gələk bu hissəyə. Bu hissə mənası çox asandır, yəni elə də bir çətin yoxdur. Əgər for dövrünü bilirsinizsə, bunu da başa düşərsiniz. Əvvəlki videolarda da görmüşsünüz bəlkə. Int i bərabərdirsə 1, i kiçikdir, böyüdürsə 30, kiçikdir, bərabərdirsə 32, i plus plus bu hissədə adlar pushback, komanda üstəgəl to string i. Bu hissənin mənası nədir? Bu hissə bizdə 32 komanda adı yaratmamıza yardım edir. Daha sonra qarışdırırıq. Bu asan bir hissədir. Random shuffle sayəsində komandalarımızı qarışdırırıq və qrup adları adında bir string yaradırıq. A, B, C, D, E, F, G, E, H. Sonra qrupları 8 qrup arasında 4 komanda olaraq bölüşdürürük bu hissəyə görə. Artıq qruplar 8 deyəndə hər qrupa 4 komanda düşəcəyi başa düşdür. Sonra bu hissəyə baxaq. Bu hissə biraz uzun görünsə, yəni axırda mənası 0 və 9 arası random xal verir hər qrupa. Daha sonra gəlir qrupları ekran çıxarma sıralama. Bu da bizim qrupa qeyd yazdığım kimi bura qrupa ekran çıxarır və sıralayır. Daha sonra gəlirik for hissəsinə, yəni for dövrü bu asandır. Əgər i bərabərdirsə 0, i kiçikdirsə 8, i plus plusdırsa siyahı bunu çap edirik və qrup adlarını yazırıq. Yəni qrup, məsələn A, B, C belə çap etməsi üçün ekrana. Daha sonra xala görə azdan çoxa sıralamaq üçün bu sort hissəsi və digərləri çox kömək edir. Koda baxaq, sort hissəsinə. Bu sort hissəsi hər qrupu çap edir. Necə deyim, hər qrup çap edilir və komandalar xala görə azdan çoxa sıralayır. Daha sonra gələk bu nəticələr hissəsinə. Bu da for dövrünə olan nəticələri göstərir bizə. Daha sonra burada var 4-cü ilk 2 komandanın növbəti mərhələ keçirir. Hamımız bilirik ki, C++-da və Python-da demək olar çoxu proqramlaşdırma dillərində indekslər 0, 1, 2 belə olur, 0-dan başlayır. 1, 2, 3, 4 belə getmir. Ona görə hər qrupda 0, 1, 2, 3 indeksli komandalar olur və ilk 2 yer 0-cı indeks və 1-ci indeks olduğu üçün bu komandaları qrupdan çıxarır və növbəti mərhələyə bu hissədə yazdırır və return 0-da kodu bitirir. İndi gəlin baxaq. Bu hissəyə fikir verməyin. Bu mənasız şeydir. Gələk əsas kod verdiysə, qrup A-ya baxaq. Komanda 15, komanda 14, komanda 11, komanda 19. Qalib komandamız
15 və 14-cü komandadır. 15-in 9 xal, 14-ün 6 xalı var. Daha sonra qrup B. Deyə bilərsiniz bir də niyə bəs xal belə azdır? Onun səbəbi normalda hamımız bilirik ki, komandalar maksimum hər komandanın elə bil ki, hər komandanın 2 oyun oynayır. Rəqib 3 komanda deyil. O 3-ü də vursaq 2 edir 6 oyun. Lakin mən bunu 3 oynamışam ki, yenə də uzun çətin qəliz xallar olmasın. Daha rahat anlaşılan olsun. Yəni necə deyim, bir növ C++ sistemi kimi eləmişəm. Sonra qrup B-yə baxaq. Komanda 10-dan komanda 24 qalib ayrılıb 8-7 xalla. Komanda 5 vəbşə heç nə eləyə bilməyib. Sonra komanda C, komanda 12 və komanda 21, 8 və 7 xalla. Komanda 25 heç nə eləyə bilməyib. Qrup D-yə baxaq. Komanda 31 və komanda 3, 9 və 7 xallarla ayrılıb. Digər komandalar isə 0 xalla oyunlarını qurtarıblar. Qrup E-yə baxaq. Qrup E-də belə baxanda ən çox xallı qrupa oxşuyur. Qrup 32 və 29 ayrılıb 7-6 xalla, digərləri isə 4-3 xallı var. Qrup F komanda 1, komanda 16 çıxıb və komanda 16 bəxt çıxıb, çünki 1 xalı var. Komanda 1-in 7 xalı var. Qrup G-yə keçək. Komanda 27, komanda 17. Əslində burada 3 komanda eyni xal yığıb, 3-də 9-9-4. Amma yəqin ki, burada sıra uyğun olaraq 27-nin 17-dən çıxarıb. Çünki belə baxanda yəqin ki, qol sayısı və normalda sistemdə qol sayısı və necə deyim, belə yediyi qollar, sonra əmsalzıq bunlar da nəzərə alınır deyə komanda 17-dən 27 çıxması və yaxud komanda məsəl üçün 22-dən 27-dən çıxması heç bir problem deyil. Yenə də axırı 2 komanda çıxır. Sonra qrup H-ə baxaq. 23-dən 30-cu komandalar çıxır. 6-5 xalla. Növbəti mərhələ komanda 15 9 xal, komanda 14 6 xal, komanda 10 xal 8 xal, komanda 24 7 xal, komanda 12 8 xal, komanda 21 7 xal, komanda 31 9 xal, komanda 3 7 xal, komanda 32 7 xal, komanda 29 6 xal, komanda 1 7 xal, komanda 16 çox bəxtlidir 1 xal, komanda 27 9 xal, komanda 17 9 xal, komanda 23 6 xal, komanda 35 xal. Gördüyünüz kimi növbəti mərhələyə keçən bu komandalarımızdır. Ümidvaram kodu və nəticəni, layihəni bəyəndiniz. Növbəti videolarda görüşənədək.